Təbii ki, bütün bu sistemlərin vahid platformada cəmlənməsi nəzərdə tutulur. Düzdür, MyGov platforması artıq bu işi hardasa demək olar ki, öz üzərinə götürür və bir neçə, deyərdim ki, böyük bir hissəsi artıq o platforma üzərindən sistemləşdirir. Ancaq bəzi daha vacib, daha işlək olan platformalar da var ki, onların da bir vahid platforma ətrafında birləşməsi nəzərdə tutulur. İndi bu nə vaxt baş verə bilər? Ümumiyyətlə, bu istiqamətdə suallarımızı bizi qonağımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin baş məsul sahibi Cavid Əliyevə ünvanlayacaq. Cavid müəllim, xoş gəlmişsiniz studiyamıza. Təşəkkür edirəm. Cavid müəllim, bu yaxınlarda elə ölkə prezidenti tərəfindən fəaliyyət planı təsdiq edildi rəqəmsal arxitektura ilə bağlı, bu inkişafın sürətləndirilməsinə bağlı 2026-2028-ci illəri əhatə edən. Bu fəaliyyət planının əsas məqamlarından biri də təbii ki, rəqəmsal xidmətlərin vahid mərkəzdən təqdim olunması. İndi biz az öncə də bu barədə süjetlər verildi. Burada əsas məqsəd nədir və keçid vətəndaşlar üçün, eləcə də bir sahibkarlar üçün nələri dəyişəcək? Şəxsən mən bir vətəndaş kimi mən düşünürəm ki, artıq mən bir qədər çaşqınlıq içərisində qalacaq bu MyGov platformasında. Yoxsa əksinə daha rahat olacaq. Təbii ki, indi daha sürətli, daha rahatlı, sadə bir şəkildə istifadə edə bilirəm. Bu nəyi dəyişəcək? Qeyd edildiyiniz kimi 11 fevral tarixində ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən şurada ölkənin rəqəmsallaşması ilə bağlı mühüm qərar və prioritetlər təyin olunub. Bunlardan ilk növbədə ən əsası qeyd edərdim ki, vətəndaşların vahid pəncərə sistemi ilə dövlət xidmətlərini əldə etməsi ilə bağlıdır. Yəni, bugünədək mövcud olan bir sıra dövlət qurumlarının tətbiqləri mərhələli formada ləğv olunaraq vahid sistem üzərindən MyGov və MyGov Biznes platforması əsasında vətəndaşlara və sahibkarlara xidmətlərini təqdim edəcək. Bu öz növbəsində nəyə xidmət edir? İlk növbədə dövlət xidmətlərinin, rəqəmsal dövlət xidmətlərinin əldə olunmasında pərakəndəliyi aradan qaldıracaq. Artıq vətəndaş və yaxud da sahibkarlarımız bir neçə tətbiq istifadə etmək məcburiyyətində olmayacaqlar. Təbii ki, bir tətbiqdən istifadə dediyim kimi pərakəndəliyi aradan qaldıracaq, həmçinin xidmətin əlçatanlığını daha da asanlaşdıracaq. Həmçinin telefonlarımızda yer tutmayacaq. Bəli, belə deyək ki, telefonumuzda artıq bir tətbiq istifadə eləmək, MyGov tətbiqini istifadə eləmək bizim bütün rəqəmsal dövlət xidmətlərinə çıxışımızı təmin eləyəcək. Bu isə öz növbəsində həm xidmətlərin əldə olunmasını asanlaşdırır, həmçinin vətəndaşın dövlət qurumları ilə, necə deyirlər, rəqəmsal kommunikasiyasına da bir növ rahatlıq gətirəcək ki, artıq vətəndaş biləcək ki, bir istiqamət üzərindən dövlət qurumları ilə rahat, necə deyirlər, əlaqəyə keçə bilər. Tutaq ki, indi birləşdirildi və bir ekosistemdə bu dediyiniz bu tətbiqlər, bu xidmət keyfiyyətinə necə təsir göstərəcək? Təbii ki, bizim də burada bir mənalı olaraq məqsədimiz bu xidmət verildiyi halda xidmət keyfiyyətinin artırılmasıdır və elə gözlənilən, hesaplanan da odur ki, xidmət keyfiyyəti bu istiqamətdə artırılsın. Dediyim kimi, ilk növbədə pərakəndəliyin aradan qaldırılması vətəndaşların artıq həm məlumatlığın da artmasına gətirib çıxacaq ki, onlar artıq bir mənbədən bütün xidmətləri əldə etmək imkanına qadir olduqlarını biləcəklər. Öz növbəsində də bu da paraleldə xidmət keyfiyyətini də daha da yaxşılaşdıracaq. Yəni, vətəndaşlar düşünürük ki, bu tip yenilikdən sonra rəqəmsallaşma ilə bağlı öz fikirləri məmnun olacaq. Elə Cavit müəllim, bir məsələni də diqqətini çatdırım ki, bir neçə gündə təbii ki, siz də məlumatlısınız buna, sosial fəaliyyətini dayandırdı, sosial mobil tətbiqi fəaliyyətini dayandırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bildirilib ki, proses bu ayın, daha doğrusu may ayının birindən tam başlanacaq da, may ayının birindən e-sosial tətbiqi artıq ləğv olunacaq. Elə bu barədə aidiyyatı dövlət qurumunun da bir çıxışı var. Ona baxaq, yenidən biz sizlə studiyada bu məsələni yenidən müzakirə edəcəyik. Rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması, resurslardan daha səmərəli istifadə edilməsi və xidmətlərin vahid platformada təmin edilməsi məqsədi ilə e-sosial mobil tətbiqinin fəaliyyəti tamamlanır. Və artıq inteqrasiya prosesini ilk olaraq, necə deyərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq start verib, belə deyək, başlayıb. Bu nazirliklə başlandı. Yəni, hansı formada həyata keçirildi bu proses? Sizin də qeyd elədiyiniz kimi ilk addım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oldu. Biz
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə bir yerdə bir komanda olaraq deyərdim ki, qısa müddət ərzində bütün texniki prosesi yekunlaşdırdıq və sosial xidmətlərin MyGov platformasına tam inteqrasiyasını təmin etmişik. Artıq bu ayın əvvəlindən etibarən həmin xidmətlər tam olaraq MyGov-da mövcuddur. Mən xüsusi olaraq bir neçə xidməti xüsusi vurğulamaq istəyərdim ki, sosial xidmətlər çərçivəsində vətəndaşlarımız öz sosial güzəştləri və imtiyazlarını, həmçinin burada bir sıra rəqəmsal əlillik kartı və smart vəsiqələrini MyGov tətbiqi vasitəsilə təqdim edə, həmçinin təsdiq edə bilərlər. Bundan savayı məşğulluq, sosial yardım, sosial sığorta ödənişləri ilə bağlı olan elektron arayışları da artıq MyGov tətbiqindən əldə edə biləcəklər. Bu da öz növbəsində regionlarda yaşayan vətəndaşlarımız üçün, xüsusilə regional mərkəzlərə və yaxud da əsas mərkəzlərə yaxınlaşmaq imkanı məhdud olan vətəndaşlarımız üçün düşünürəm ki, olduqca faydalı və səmərəli bir funksiyonallıq olacaq. Bundan əlavə sosial tərəfdaş kartı da mövcuddur ki, bu da ölkə ərazisindən 1000-dən çox belə deyək, istehlak xidmətləri verən qurumlardan vətəndaşlar sosial tərəfdaş kartı vasitəsilə endirimlər əldə edə bilərlər. Bu da hazırda MyGov-da mövcuddur. Və keçid prosesi siz qeyd elədiyiniz kimi artıq may ayının əvvəlində sosial tətbiqinin fəaliyyətinin dayandırması planlaşdırılır və biz bu ayın əvvəlindən artıq proses başlayıb, belə deyək, bir aylıq paralel istifadə olacaq hər iki tətbiqdə artıq çətinlik yaranmasın. Bəli, vətəndaşlar üçün çətinlik yaranmasın, onların da belə deyək, vərdişləri formalaşması üçün bir aylıq paralel istifadə nəzərdə tutulub və qeyd olunduğu kimi may ayının əvvəlindən etibarən artıq e-sosial tətbiqi fəaliyyətini dayandıracaq və bütün xidmətlər MyGov tətbiqi vasitəsilə vətəndaşların istifadəsində olacaq. Bəli, hörmətli tamaşaçılar, yeri gəlmişkən üzr istəyirəm, bir daha xatırladaq ki, yəni tətbiqin ləğv olması bu demək deyil ki, bundan siz istifadə edə bilməyəcəksiniz. Artıq bu tətbiq bir vahid platforma çərçivəsində MyGov platformasında olacaq. Yəni artıq prosesdə bir sinxronlaşdırma mərhələsindədir. Odur ki, mayın 1-dən MyGov platforması üzərindən e-sosial tətbiqindən istifadə edə bilərsiniz. Bəli, bundan sonra hansı sahələr və yaxud da qurumlar həmin platformaya yerləşdirilməsi növbəti mərhələdə kimlər olacaq? Agentlik olaraq biz hazırda digər dövlət qurumları ilə sıx kommunikasiyadayıq və əməkdaşlıq edirik və məqsədimiz, planımız mərhələli şəkildə digər dövlət xidmətlərinin də MyGov tətbiqinə gətirilməsi və ümumilikdə vahid sistemin vətəndaşların istifadəsinə verilməsidir. Bununla bağlı hazırda müəyyən proseslər gedir və qarşıdakı müddətdə biz notarial xidmətləri, həmçinin müəyyən tibbi xidmətləri də mərhələli şəkildə MyGov tətbiqində vətəndaşların istifadəsinə verəcəyik. Səhiyyə necə, nəqliyyat məsələn çox bunlar da nəzərdə tutulub. Dediyim kimi, burada digər dövlət qurumları ilə də bir əməkdaşlıq prosesi olduğu üçün plana əsasən biz mərhələli şəkildə, həmçinin inkişaf planında da qeyd olunub ki, 2028-ci ilin sonunadək bu proses yekunlaşmalıdır. Bu il və növbəti illərdə də bu proses davam eləyəcək və hədəfimiz elə sənəddə də qeyd olunduğu kimi 2028-in sonunadək bu prosesi tamamlamaqdır. Və düşünürəm ki, artıq necə ki, sosial tətbiqi ilə bağlı bir vətəndaşlara, ictimaiyyətə məlumat ötürülüb və qarşıdakı müddətdə də biz digər yeniliklərlə bağlı elə sizin vasitənizlə yəqin ki, vətəndaşlarımızı məlumatlandıracağıq. Cavab, təkrarçılıq kimi olmasın, yəni burada dövlət qurumlarının tətbiqlərindən xüsusi seçilən Smart Customs da var. İndi mən telefonda baxıram, bir neçə dövlət, e-polisdir, Smart Customsdır, e-təbibdir və s. bu kimi platforma təbii ki, aydınlaşılır ki, MyGov-a birləşəcək. Smart Customs'ın da bu xüsusiliyi ilə seçilir, ona görə Smart Customs'ı xüsusi vurğuladım. O da MyGov-a birləşdirilməsi nəzərdə tutulurmu? Yəni artıq kargolarımızı... Dediyim kimi, bununla da bağlı müzakirələr aparılır. Smart Customs və digər tətbiqlərdə də müəyyən xidmətləri biz MyGov tətbiqində görəcəyik. Hələ ki, yekun bir planlamanı təəssüf ki, təqdim edə bilməyəcəm, amma qarşıdakı günlərdə düşünürəm ki, məlumat veriləcək. Yəni, bu xidmətlərdən tam olaraq necə istifadə olunacaq həmin bu platformadan? Ümumilikdə MyGov tətbiqini istifadə etmək üçün ilk növbədə vətəndaşlar
vətəndaşlarımız vahid giriş üsulu olan MyGov ID-dən qeydiyyatdan keçməlidir və bu qeydiyyat tamamlandıqdan sonra artıq vətəndaşlarımız MyGov tətbiqinə daxil ola bilər və MyGov tətbiqidə məlum olduğu kimi vətəndaş və dövlət arasında bir növ rəqəmsal körpü rolunu oynayır və həmçinin xidmətlərimiz və rəqəmsal sənədlərimiz gün getdikcə artmaqdadır. Vətəndaşlar tətbiqə daxil olmaqla burada öz fərdi məlumatlarını idarə edə bilərlər, həmçinin müxtəlif rəqəmsal sənədləri ilə tanış ola bilərlər. Həmçinin dövlətlə kommunikasiyalarını bizim MyGov tətbiqi üzərindən həyata keçirə bilərlər. İstər dövlət qurumlarına rəsmi məktubun yazılması, istər elektron arayışların əldə olunması, istərsə də məlumatların əldə edilməsi ilə bağlı geniş, belə deyək, funksional imkanlar mövcuddur. Xüsusilə spesifik sahələrdən biri də smart kassını qeyd edir, o simanı qeyd etmək mümkün deyil idi. Yəni simanın da burada hansı bir formada şəkli mi dəyişir, yoxsa artıq MyGov-la bir yerdə ayrı olacaq? Sima ilə bağlı xüsusi bir yenilik yoxdur. Qeyd elədiyim kimi Sima giriş üsuludur və vahid giriş üsulunun belə deyim təklif edici vasitədən biridir. Bəli, hansı ki biz vizual qaydada orada identifikasiyanı təyin edirik. Bu rəqəmsallaşma xidmətlərin gətirilməsi bağlı qərar daha çox dövlət qurumlarının vətəndaşlara təklif elədiyi xidmətlərin, dövlət xidmətlərinin rəqəmsallaşmasıdır. Yəni burada Sima bir qədər kənar qalır. Aydındır. Təşəkkür edirik. Çox sağ olun, Cavit müəllim. Cavit müəllim studiyamıza gəlib suallarımı cavablandırdı.